Akıl Bokdadı kanalında sizə xoş gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Qonaq otağının qapısı. Bir zamanlar bir evdə 2 qapı var idi. Biri gözəl qonaq otağının qapısı, digəri isə sadə bir vanna otağının qapısı idi. Bu evdə çoxlu şıltaq və dəcəl uşaqlar yaşayırdı. Onlar gündə neçə dəfə o tərəf bu tərəfə qaçıb qapıları bərk çırpır, ayaqla vururdular. Qapılar axşam hamı yatandan sonra bir-biri ilə söhbət edir, dərdlərini bölüşürdülər. Qonaq otağının qapısı həmişə yorğun və əsəbi olurdu, deyinirdi. Amma vanna otağının qapısı onu sakitləşdirib deyirdi. Darıxma əzizim, uşaqdılar, böyüyəcəklər, ağıllanacaqlar. Səbirli ol, hər şey yaxşı olacaq. Qonaq otağının qapısı gecələr biraz dincəlirdi. Səhər açılan kimi yenə eyni hadisələr təkrarlanırdı. Amma bir gün böyük bir qonaqlıq oldu. Qapılar o qədər çırpıldı ki, qonaq otağının qapısının səbir kasası daşdı. Qışqırdı. Yetər! Bir də kim məni belə çırpsa, özümü sındıracam. Ertəsi gün bir uşaq yenə onu çırpdı və qapı sındı. Böyüklər uşaqları danladı. Dedilər ki, artıq qapıları çırpmayın. Qonaq otağının qapısı biraz rahatlandı. Amma bir neçə gün sonra ata və ana qərar verdilər. Bu sınıq və cırıltılı qapını dəyişək. Qapını çıxarıb çölə atdılar. Gözəl qapı indi zibilin içində idi. Düşündü. Kaş ki səbirli olaydım. İndi evdən kənardayam. Məni ya yandıracaqlar, ya da doğrayacaqlar. Amma şükür ki, nə yandırıldı, nə doğrandı. Bir kasıb adam onu tapıb evinin girişinə qoydu. Qapı yenidən faydalı oldu. O öz-özünə söz verdi. Bu dəfə səbirli olacam. Heç vaxt tələsik qərar verməyəcəm. Vanna otağının qapısı isə hələ də yerində idi. Səbirli davranmış, axırda da qalib gəlmişdi. Uşaqlar isə bu hadisədən dərs aldı və qapılarla mehriban davranmağa başladılar. Bəli, əziz balalar, bu nağıldan öyrəndik ki, həmişə səbirli olmaq lazımdır. Qəzəblə verilən qərarlar sonradan bax beləcə peşmançılıq gətirər. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.